Hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə doğru yanlış tipli, yəni cədvəlin içərisində bizlərə təqdim olunmuş doğru yanlış tipli testlərin izahını təqdim edəcəm. Bu tipli testlərdə başlıca diqqət etdiyimiz ən vacib məqam hansı olmalıdır? Testin şərtində bizdən nəyi istəyir? Gəlin baxaq, nəyə diqqət etməliyik? Bəli, doğru yanlış tipli testlər bizlərə təqdim olunarsa, ilk öncə diqqət etdiyimiz məqam testin şərtində uyğunlaşdırın yaxud uyğunsuzluğu müəyyən edin. Hansı şərti bizdən istəyir? Uyğunlaşdırın yaxud uyğunsuzluğu müəyyən edin. Sizlərə indi izahını təqdim edəcəyim testin şərtində bizdən uyğunlaşdırın şərtini istəyir. Testin, yəni cədvəlin bir tərəfində doğru, digər tərəfində yanlış yazmışam. Yenə deyirəm, cədvəlin bir tərəfində doğru, bir tərəfində yanlış yazmışam. Müəllimlər, bu o demək deyir ki, elə doğru yazdığımızın altında doğru məqamlar, doğru məlumatlar qeyd olunur. Yaxud bu o demək deyir ki, yanlış yazdığımızın altında yanlış məqamlar, yanlış məlumatlar qeyd olunur. Zaten niyə bizə testin şərtində uyğunlaşdırın təqdim edir? Bu o deməkdir ki, doğrunun altından bizə testdə, yəni istənilən şərt təqdim oluna bilər. Doğru yaxud yanlış məlumatlar, yanlış anlayışlar təqdim oluna bilər. Yenə deyirəm, zaten niyə testin adı uyğunlaşdırın? Uyğunlaşdırın nə deməkdir? Mən doğrunun altında, müəllimlər, doğrunun altında doğrunu axtaracam, yanlışın altında yanlış məlumatı axtaracam. Çünki bizdən uyğunlaşdırın istəyir. Müəllimlər, uyğunlaşdırın nə deməkdir? Doğruya uyğun nə olacaqdır? Doğru yazılan məlumat, doğru yazılan anlayışlar, doğru yazılan təriflər. Uyğunlaşdırın nə deməkdir? Doğrunun altından doğru məlumatı axtarıb tapacam. Yanlışın altından yanlış məlumatı axtarıb tapacam. İndi diqqətlə qulaq asın. Cədvəlin doğru yazılan tərəfini təhlil edəcəm. Deməli, doğrunun altında qeyd edib, dəstəklər yalnız metal və ya plastik kütlədən hazırlanır. Müəllimlər, dəstəklər haqqında nə öyrənmişdik? Dəstəklər metal, taxta, nazik plastik kütlədən hazırlanır. Bəli, biz deyirdik dəstəklər hansı materialdan hazırlanır? Dəstəklər metal, taxta, nazik plastik kütlədən hazırlanır. Bəli, bizim doğru tərifimiz, yəni dəstəyin hazırlandığı material doğru olan indi mən söylədiklərim idi. Metal, taxta, nazik plastik kütlə. Doğru olan buydu. Amma bizdə cədvəl tipli, doğru yanlış tipli testlərdə doğrunun altında qeyd edib ki, dəstəklər yalnız metal və ya plastik kütlədən hazırlanır. Deməli, müəllimlər, doğrunun altından yanlış məlumat qeyd edib. Təbii ki də mən bunu doğru variant kimi qəbul etməyəcəm. Testimin şərti uyğunlaşdırındır. Mən doğrunun altından, müəllimlər, doğru olanı axtarıram. Yanlış olanı yox. Buna bir minus qoyacam. Deməli, mən variantlarda biri axtarmıram. Testimin şərti uyğunlaşdırında axı. Mən doğrunun altından doğru axtarmalıyam. Gəlirəm növbətiyə. Yəni, cədvəlin doğru yazılan tərəfini hələ təhlil edirəm. Deyir, künclüklər düz bucaq altında yerləşən iki metal lövhəcikdən ibarətdir. Künclük haqqında müəllimlər nə öyrənmişdik? Künclüklər düz bucaq altında yerləşən iki metal lövhəcikdən ibarətdir. Testin şərtində uyğunlaşdırın deyir. Doğrunun altından doğruya uyğun nədir? Doğru olan məlumatı tapacam. Bəs biz künclük haqqında nə öyrənmişdik? Gəlin görək, testdə bizə verildiyi kimi öyrənmişdikmi? Bəli, biz deyirdik, künclüklər düz bucaq altında yerləşən iki metal lövhəcikdən ibarətdir. Deməli, biz variantlarda üçü axtaracaq. Niyə? Çünki biz cədvəlin
doğru yazılan tərəfində uyğunlaşdırın tipli test olduğu üçün doğrunun altında doğrunu axtarırıq və künclük haqqında doğru məlumat qeyd olunmuşdur. Deyir, künclüklər düz bucaq altında yerləşən iki metal lövhəcikdən ibarətdir. Bəli, biz variantlarda 3 axtaracaq. Uyğunlaşdırındı, doğrunun altından mən doğrunu tapdım. Bəli, 3 doğru məlumat idi. Doğrunun altından doğrunu tapdım, çıxartdım. Amma 1 dəstəklər haqqında yazılan yanlış məlumat idi. Mən onu doğru variant kimi variantlarda biri axtarmayacağam. Axı uyğunlaşdırın yazır. Bəli, artıq dəstəklər haqqında verilən doğruya uyğun deyil, səhv məlumatdır. Keçirəm növbətiyə, yanlış yazılan cədvəlin yanlış yazılan hissəsinə. Baxın müəllimlər, deməli, nəyi axtaracam? Yanlışın altında yanlış məlumatı axtaracam. Bəli, nə olsun cədvəlin bir tərəfində yanlış yazmışam. Bu o demək deyil ki, elə yalnız həmin hissələrdə, yəni yanlışın altında, yəni bu hissələrdə elə bu demək deyil ki, elə yanlış məlumatlar qeyd olunub. Zaten testin şərti niyə uyğunlaşdırındı? Mən yanlışın altında da yanlışı tapıb çıxaracam. Yanlışa uyğun müəllimlər nə olacaqdır? Yanlış olan bir məlumat, yanlış olan bir anlayış, yanlış olan bir tərifi axtaracam. Elə deyilmi? Uyğun nə deməkdir? Yanlışa uyğun, yanlış olacaqdır. Deməli, diqqət edin. Oxuyuram müəllimlər. Deyir ki, maqnit saxlayıcıları metal, taxta, nazik plastik kütlədən hazırlanır. Bəli müəllimlər, bu yanlış bir məlumatdır. Çünki biz maqnit saxlayıcılarının materialı haqqında metal, taxta, nazik plastik kütlə öyrənməmişdik. Metal, taxta, nazik plastik kütlə biz dəstəklərdə öyrənmişdik. Deməli, bu iki yanlış olan, bir dəqiqə karandaşı götürüm. Deməli, müəllimlər, bu iki, baxın bu iki yanlış məlumatdır. Testin şərti uyğunlaşdırındı. Təbii ki də uyğundur. Yanlışa uyğun, yanlış olan məlumatı tapdım. Maqnit saxlayıcıları deyir, metal, taxta, nazik plastik kütlədən hazırlanır. Yanlış məlumatdır. Elə mənə yanlışın altından yanlış lazımdır. Elə deyilmi? Ona görə də mən variantlarda həm də nəyə axtaracam? Müəllimlər, ikini axtaracam. Yanlışın altından yanlışı tapdım, çıxartdım. Bəli, maqnit saxlayıcıları haqqında biz metal, taxta, nazik plastik kütlə öyrənməmişik. Biz onu dəstəklərin materialında öyrənmişdik. Daha sonra növbəti müəllimlər 4-ə baxacam. Deyir, rəf saxlayıcıları metal və ya plastik kütlədən hazırlanır. Testimizin şərti uyğunlaşdırındır. Və 4-də bizə nə deyir? Rəf saxlayıcıları metal və ya plastik kütlədən hazırlanır. Müəllimlər, 4 doğru bir məlumatdır, doğru bir məqamdır, doğru bir tərifdir. Təbii ki də biz rəf saxlayıcıların materialı haqqında nə öyrənmişdik? Deyirdik, rəf saxlayıcıları metal və ya plastik kütlədən hazırlanır. Və niyə bizim testimizin variantlarında 4-ü axtarmırıq? Axı biz uyğunluğu müəyyən edirik. Yanlışa uyğun, axı yanlışa axtarmalıyıq. Rəf saxlayıcılar haqqında doğru məlumat verdiyi üçün biz bunu uyğunluq kimi qəbul etmirik. Doğrudur axı. Biz yanlışın altından yanlışı tapıb çıxarmalıydıq. Bəli, deməli, biz variantlarda 4-ü axtarmırıq müəllimlər. 4 bizim cavabımız deyildir. Deməli, testimizin cavabı nə olacaqdır? Doğrunun altından doğru bir məqamı tapdıq. 3, künclüklər düz bucaq altında yerləşən 2 metal lövhəcikdən ibarətdir. Daha sonra yanlışın altından yanlış məqamı çıxaracam. Hansıydı? 2. Deyir, maqnit saxlayıcıları metal, taxta, axı səhv məlumatdır. Zaten elə uyğunluğu müəyyən etdiyim üçün mənə yanlışın altından yanlış lazım idi. Bir cavabım da 2 olacaqdır. Deməli, müəllimlər, ola bilər ki, çox xırdalığa getdim, uzun izah etdim. Məqsədim, sertifikasiya müəllimlərimiz bu tipli testlərə tam adaptasiya olmayıbdır. Ona görə biraz uzatmış ola bilərəm. Məqsədim daha aydın olsun sizlərə. Deməli, doğru-yanlış tipli testləri necə tapırıq?
doğrunun altından əgər uyğunlaşdırın tipli test isə, testin şərtində bizdən uyğunlaşdırın istəyirsə, doğrunun altından doğrunu tapıb çıxaracam. Doğru bir anlayışımı variantlarda axtaracam. Amma yanlışın altından yanlışı tapıb variantlarda axtaracam. Necə ki, mən indi doğrunun altından doğru bir tərifi, doğru bir məqamı tapdım. 3, amma yanlışın altında yanlış bir məqamı, yanlış bir məlumatı tapdım. 2, variantlarda elə tapdım. Testimizin cavabı B variantı olacaqdır. 2, 3. Belə müəllimlər, 2 yanlışın altından tapdığım yanlış məqam, 3 doğrunun altından tapdığım doğru bir məqamdır. Belə müəllimlər, mənə elə gəlir ki, videonu 2x-ə, 1,5x-ə yəni sürətləndirib dinləmək olur. Əgər vaxtınız, zamanınız yoxdursa, 2x-ə, 1,5x-ə qoyub diqqətlə qulaq asa bilərsiniz. Allah amanında olun.